Esselamu Aleyküm ve Rahmetullah. Şiə məktəbinə bir sualım var. Əlbəttə ki, o qədər suallar verirəm, cavab verə bilmirlər. Amma buna cavab verəcəksiniz inşallah. Cənnətdə yeyib içməkdir, elə deyilmi? Bəli. Bütün xristiyanlara görə, yahudilərə görə, özünü İslama nisbət eləyən bütün xalqlara görə cənnətdə yemək var, içmək var. Heç bir problemlə ulaşmırlar. Problem orada yoktur. Orada işlemek yoktur. Ancak yer üzerinde ettiğin ibadetin bəhrəsini ancak ve ancak cennette görürsen. Sualım budur. Siz dünyasını değişmiş o imamların, o peygamberin vasıtasıyla Allah'a yakınlaşırsınız. Onları siz ömür boyu zannet edirsiniz. Onlar orada, yani şəhidlər, dünyasını değişmiş imamlar, peygamberler bütün günü sizin seslerinizi Allah'a çatdırır. Bütün günü İngiliz dilinde eşidir, Rus dilinde eşidir, Azerbaycan dilinde eşidir, Alman dilinde eşidir, Ermeni dilinde eşidir. Bütün günü orada işleri güçleri budur. Sizi eşidir, siz şiələri eşidir. Siz Allah'a yakınlaşmaktan ötürü onları vasıta olarak görürsünüz. Onlar da bütün günü cənnətdə sizin üçün işləyirlər. Belə cənnətə getmək olar. Ha? Yani biz bilirik ki, bütün Müslümanların etiqadına göre, bütün Müslümanların dinine göre, etiqadına göre nədir? Cənnətdə işləmək yoktur. Problem yoktur. Yemək var, içmək var, dincəlmək var. Siz güman edirsiniz ki, dünyasını değişmiş insanları, şəhidləri vəsilə olarak tutacaksınız. Onlar sizin sözlerinizi Allah'a çağıracaklar. Bəs ne oldu? Cənnətdə yemək və içmək var, işləmək yoktur. Siz onları işlədirsiniz axı. Siz onları işlədirsiniz. Bütün günü 24 saatı akşam, günorta, dünyanın her yerinden sizi eşidirlər, sizi görürlər. Oradan qaçır, sizden alıp qaçırlar Allah'a, Allah'tan alıp qaçırlar size. Belə cənnət olar, cənnətdə işləmək olar. Bakın görün, onun için biz Müslümanlar onun için deyirik ki, Allah'ın belə bir qayda kanunu yoktur ki, Allah Kur'an-ı Kerim'de demir ki, dünyasını değişmiş insanların vasıtasıyla mənə yaxınlaşın. Belə bir qayda kanun koymadı. Hem de ki, tuttuğumuz inanç var ha, cənnətdə iş yoktur, güc yoktur. Bütün gün 24 saat size işləyirlər ki onlar. Onlar iş, yani buradan oraya gediblər işe düzəlməyə, vasıta olarak işe düzəlirlər ki, düz qiyamət kopana kimi siz vəsilə tuttuğunuz insanların sözünü Allah'a çatdırsın. Belə bir din yoktur, belə bir kitap da yoktur, belə bir İslam da yoktur. Ne Hristiyanlıkta var, ne Yahudilikte var, ne de İslam'da var. Onlar yeyirlər, içirlər, kef eləyirlər. Sizi eşitmezler, sizi görmezler. Məgər buradan ora gediblər ki, siz yer üzerindeki olacak insanların sözünü 24 saat orada dincəlmədən, yemədən, içmədən çatdırsın Allah'a onlar. Allah belə bir qayda kanun koymamıştır. Bu da sual, bu da cevap. Hanı inanan?